Salam, hər vaxtınız xeyir olsun. Bugün test 20-dən 14-cü sınağın izahına baxacağıq. İzaha keçmədən öncə xatırlatma etmək istəyirdim. Abituriyentlərin sertifikasiya və MIK hazırlıqlarına qeydiyyat başlayıb artıq. Onu qeyd edim ki, sertifikasiya nəticəm 60 üzərindən 59-dur, ixtisas isə 50 üzərindən 50-dir. Hazırlıqlarımız xüsusi hazırlanmış materiallar əsasında keçiriləcək. Hər ay sınaqlar olacaq mütləq. Abituriyentlərin valideynləri ilə daim mütəmadi əlaqə saxlanılıb, onların irəliləyişi barədə məlumat veriləcək. Hazırlığa yazılmaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər. Əyani hazırlıqlarımız Xırdalan ərazisində Heydər Parkın yanında keçiriləcək və həmçinin hazırlıqlarımız onlayn qaydada da davam edəcək. İndi isə keçək sınağın izahına. 14-cü sınağın izahına baxsaq, birinci sualdan başlayaq. Birinci sualda yalnız duzlu su balıqları üçün səciyyəvi olan xüsusiyyətləri müəyyən edin deyir. Gəlin baxaq. Bu mövzu bilirsiniz ki, 10-cu sinif proqramına əsasən bu test qurulub və orada duzlu və şirin su balıqlarının səciyyəvi xüsusiyyətləri qeyd olunmuşdu. Gəlin indi bir-bir analiz edək. Deməli, birinci variantda deyilir ki, duzları sudan qəlsəmələr vasitəsilə udur. Bu, şirin su balıqlarının xüsusiyyətidir. Şirin su balıqları su içmirlər. Onlar suyu duzlarla bərabər qəlsəmələr vasitəsilə udurlar. İkinci, duzun artığı qəlsəmələrdən xüsusi hüceyrələr vasitəsilə xaricə atılır. Bəli, bu yalnız duzlu su balıqları üçün xarakterik olan xüsusiyyətdir. Duzlu su balıqları daim su içir və duzun artığını qəlsəmələrdən xüsusi hüceyrələr vasitəsilə xaricə atırlar. Yəni, bu bizə lazım olan variantdır. Digər nüansa baxsaq, qəlsəmələri həm tənəffüsdə, həm su-duz mübadiləsində iştirak edir. Bu, hər iki balıq üçün xarakterikdir. Qeyd etdik ki, şirin su balıqları suyu və duzu qəlsəmə vasitəsilə udurlar. Duzlu su balıqları isə onların xaricində qəlsəmələrdən istifadə edirlər. Yəni, mübadilə prosesi hər ikisində baş verir. Heç vaxt su içmir və çoxlu su ifraz edir. Bu xüsusiyyət şirin su balıqlarının xüsusiyyətidir. Bizə isə duzlu su balıqları soruşulur. Çox az miqdarda sidik ifraz edirlər. Bəli. Ümumiyyətlə, bir qayda olaraq yadımızda saxlayaq ki, su içməklə sidiyin ifrazı bu balıqlarda əksdir, tərsdir. Məsələn, şirin su balıqları su içmir, çoxlu sidik ifrazı baş verir. Amma duzlu su balıqları əksinə çoxlu su içir, amma az miqdarda sidik ifrazı baş verib. Deməli, doğru variantımız C variantı olacaq, 2-5. İkinci sualda bizdən məddaltı vəzin sintez etdiyi insulin zulalının tərkibində n qədər amin turşu olarsa, bu zulalın translyasiyası zamanı neçə mol su ayrılır? Normal halda biz bilirik ki, zülal zəncirində nə qədər amin turşu varsa, ondan bir vahid az su molekulu ayrılır. Bir polipeptid zəncirdə amin turşusunun miqdarından bir vahid az su molekulu ayrılır. İndi bizdə nə lazımdır? Baxın, bu biologiyanın ümumiyyətlə maraqlı nüanslarından biri budur ki, sizə tapşırıqdan da sual verə bilərlər, sizə bilirsinizmidən də sual verə bilərlər, maraqlıdırdan da sual verə bilərlər və yaxud da heç dərsdə yazılı şəkildə olmayıb şəkil üzərində belə qeyd olunan nüanslardan sizə sual düşə bilər. Bu da 9-cu sinifin bilirsinizmi məlumatına əsasəndir. İnsulin zülalı qeyd olunub ki, 2 polipeptid zəncirdən ibarətdir. 2 polipeptid zəncir. Bir polipeptid zəncir 30 amin turşusu, digər polipeptid zəncir isə 21 amin turşu qalığından təşkil olunub. Deməli, biz də dedik ki, bir polipeptid zəncirdə su molekulu necə ayrılır? Amin turşusunun sayından bir vahid çıxıram. Amma burada 2 polipeptid zəncir olduğu üçün, əgər ümumilikdə n qədər amin turşu varsa, hərəsi üçün, hər polipeptid zəncir üçün bir molekul çıxacam. Ona görə də ümumi 2 çıxıram və qeyd edirəm ki, n-2 sayda su molekulu ayrılmış olur. Üçüncü sualda noxud bitkisi verilib. Noxud bitkisi
Onu qeyd edək ki, öz-özünə tozlanmaya aiddir. Öz-özünə tozlanan bir bitkidir. Gəlin baxaq. Fərdi seçmə tətbiq olunur. Bizə istənilir ki, diaqramda hansı işarələr dəyişilməlidir? Mhm. Gəlin baxaq. Fərdi seçmə tətbiq olunur. Biz bilirik ki, öz-özünə tozlanmada adətən fərdi seçmə tətbiq olunur. Yəni burada həqiqətən də plus qoyulmalı idi. Bu düzdür. Bu dəyişilməli olan nüans deyildi. A və Y getdi. Populyasiyada zərərli resessiv mutasiyalar toplanmır. Biz bilirik ki, öz-özünə çarpazlanma zamanı, öz-özünə tozlanma zamanı zərərli mutasiyalar daha da çox üzə çıxır. Bu o deməkdir ki, həqiqətən də üzə çıxırsa, toplanma baş vermir deməli. Üzə bir də deyirəm, üzə çıxan əlamət bu o deməkdir ki, toplanmır. Ona görə də burada plus olmalı idi. Amma bu nə qoyub? Minus qoyub. Deməli, ikinci səhvdir. Deməli, 2-ni götürürük. Sonra 2-ni götürürüksə, avtomatik C variantda gedir. Deməli, 3-ə baxaq. Bığcıqların yarpağın şəkli dəyişməsidir. Əvvəlki test izahlarımızda da qeyd etmişdim ki, noxudla lərgəni hər iki cəhətdən yarpağa aid edirik. Noxud lərgə həm cütlələkvari yarpaqlardır, həm də onların bığcıqları yarpağın şəkil dəyişməsidir. Deməli, burada da plus qoyulmalı idi və elə plus da qoyulub, ona görə 3-ü də çıxırıq. 3-ü çıxdığımız üçün D variantı qalır, amma yenə baxaq. Meyvələri bitki zülalı ilə zəngindir. Noxud bitkisinin toxumları zülallarla zəngindir. Ona görə deməli baxaq, meyvələri bitki zülalı ilə zəngindir. Burada səhv qoyub. Bəli. Biz amma nə dedik? Həqiqətən də bitki zülalı ilə meyvələri, toxumları zəngindir dedik. Ona görə də bura əksinə plus qoyulmalı idi. Bu o deməkdir ki, işarə dəyişilməlidir. İkinci və dördüncü işarələr dəyişilməli olan nüanslardır. Cavab olur D variantı. Sonra gəlirik dördüncüyə. Dördüncüdə bizdən istənilir ki, sxemdə verilmiş genotipə malik olan orqanizmin aid olduğu dəstənin nümayəndələrinə xas olan ifadələri müəyyən edin. Erkəyi XX, dişisi X0 xromosom dəstinə malikdir. Bu güvələrdə şəkildə olan orqanizmlər güvələrdir. Güvələr hansı dəstənin nümayəndəsidir? Pulcuq qanadlılar dəstəsinin. Pulcuq qanadlılarda biz homoqametlik, heteroqametlik bir də nəyi öyrənmişdik? Bir də öyrənmişdik kəpənəkləri. Hətta belə deyək, daha detallı desək, kəpənəyin bəzi növləri. Bəzi növləri. Bunlarda nə idi? Quşlarda, sürünənlərdə, çiyələkdə olduğu kimi dişi heteroqamet idi, XX idi. XY idi daha doğrusu. Erkək isə homoqametdir, yəni XX-dir. İndi gəlin dəyərləndirək. Güvən xromosom dəstini onsuz da verib bizə. Kəpənəyi də mən burada qeyd etdim. Gəlin baxaq, bizdən nə istəyir? Xas olan əlamətlər. Bəzi növlərində dəstənin xas olan, yəni pulcuq qanadlar. Bəzi növlərində orqanizmin cinsiyyətinin müəyyən olunması yumurta hüceyrələrdən asılıdır. Hansı növlərdə? Kəpənəyin bəzi növlərində. Niyə? Nə zaman yumurta hüceyrədən cinsiyyət asılı olar? Heteroqametlik dişidə olduqda. Çünki bu bizə iki cür qamet verir. X və Y qametlərini verir. Ona görə də burada dişidən asılıdır. Və beləliklə birinci variantı doğru götürürəm. Çünki bu məndən dəstənin ümumi, belə deyək, fərdlərinin xas xüsusiyyətlərini soruşur. Bütün növlərində erkək fərdlər cinsiyyət xromosomuna görə iki tip qamet hazırlayır. Baxaq. Bütün növlərində erkək fərdlər cinsiyyət xromosomuna görə iki tip qamet hazırlayır. Bu əslində səhv olan nüansdır. Niyə? Çünki ən azından şəkildə görürəm ki, burada XX-dir və bu sadəcə bir tip qamet hazırlaya bilir. O da X qametini. Və yaxud da kəpənəkdə XX-dir, sadəcə bir tip qamet hazırlaya bilir, X qametini. Ona görə bu səhv variantdır. Bəzi növlərində erkək və dişi fərdin cinsiyyət xromosomları çiyələk bitkisində olduğu kimidir. Bəli, çiyələkdə necə idi? Çiyələkdə də kəpənəyin bəzi növlərində olduğu kimi dişi heteroqamet, yəni XY idi,
erkək isə XX idi. Onu qeyd edim ki, bu material, bu test 10-cu sinif dərsliyindən hazırlanan bir testdir. Deməli, üçüncü də doğrudur. Müxtəlif növlərinin dişi fərdlərinin genotipi XY yaxud X0 ola bilər. Gəlin baxaq. Aha, biz dedik ki, kəpənəklərdə dişi nə ola bilər? XY ola bilər. Bəs hansında X0 ola bilər? Güvələrdə də şəkildə göstərildiyi kimi görürük ki, X0 ola bilər. Deməli, 4-də doğrudur. X0 genotipli dişi fərdlərin hazırladığı cinsiyyət xromosomu olmayan qametlərdə avtosom xromosomlar da olmur. Söhbət 0 olan qametlərdən gedir. İstənilən qametdə avtosom xromosomu mütləqdir. Biz hər haploidə görə sadəcə birini cinsi xromosom kimi çıxırıq, qalan hamısı autosomdur. Elə bir qamet ola bilərmi ki, orada autosom xromosomu olmasın? Çünki autosom xromosom nəyi tənzimləyir? Bədən əlamətlərini kodlaşdırır. Deməli, istənilən nə deyirik? İstənilən qametdə autosom xromosom mütləqdir, olmaya bilməz. Doğru cavab nə oldu? 1, 3, 4. Yəni C variantı olmuş oldu. Hər hansı bir testdə qaranlıq qalan nüans olsa mütləq yorumlarda qeyd edərsiniz. Deməli, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. İnsulin və somatotrop. İnsulin nəyin hormonudur? Mədə-altı vəzinin hormonudur. Somatotrop nəyin hormonudur? Hipofizin hormonudur. İnsulin şəkəri tənzimləyir, somatotrop isə boy hormonudur. İndi baxaq. Qanda qlikozanın, karbohidratın, şəkərin miqdarını tənzimləyir. Nə? İnsulin. Zülal mənşəlidir. Həm insulin, həm somatotrop hormonu zülal mənşəlidir. Ona görə bunu ortaq yazaq. Ümumiyyətlə, cinsiyyət hormonları lipid mənşəli idi. Digər öyrəndiyimiz hormonlar isə zülal mənşəli gedir. Boyun inkişafını təsir edir. Dedik ki, boyun inkişafını somatotrop hormonu tənzimlədi. Cinsiyyət sisteminin inkişafını təsir edir. Bu da somatotropun xüsusiyyətidir. Bilavasitə qana ifraz olunur. Biz bilirik ki, hormonlar bilavasitə qana ifraz olunur. Hər ikisi də hormon olduğu üçün bu ortaq xüsusiyyətdir. Burada nəyə diqqət edirsiniz? 3 ilə 2-nin ardıcıllığında yazırıq. 1, 3, 4, 2, 5. Yəni B variantı olmuş olur. 6-cı suala baxsaq, insan orqanizmində verilmiş sümüklərin hansının sayı onun sərbəst aşağı ətraflarındakı uzun borulu sümüklərin sayı ilə birin-birə nisbətindədir. Yəni, sərbəst aşağı ətrafında olan sümüklərin sayına bərabərdir. İndi baxaq. Sərbəst aşağı ətraflarda uzun borulu sümüklərimiz hansılardır? Bud və baldırın qamış və incik sümükləri. Qamış və incik sümüyü. Ətraflar dediyi üçün hərəsini 2 dənə götürürük. Ona görə də ümumi nə qədər olur? Ümumi 6 sümük olmuş olur. İndi variantlardan baxaq görək 6 hansında var. Çiyin qurşağı insanda 4 dənədir. 2 kürək, 2 körpücük. Eşitmə sümükləri hər qulaqda 3 dənədir. Çəki zindan üzəngi. Yəni ümumilikdə 6. Hər qulaqda 3-düsə ümumilikdə 6. Aşağı ətrafın qurşaq sümükləri çanaqdır. Çanaq sümükləri 2 dənədir. Boyun fəqərələri 7 ədəddir. Qabırğalar isə 12 cüt, yəni 24 ədəddir. Birin birə nisbətində söhbət gedirsə, deməli, mən 6-ya uyğun variantı götürməliyəm. B variantı olmuş olacaq. 7-ci testin izahına baxaq. Deməli, əsas toxuma örtük toxumanın ortaq xüsusiyyətləri bizdə qeyd olunur. Yarpaq lətini təşkil edən bu adətən əsas toxumadır. Qazlar mübadiləsini, transpirasiya prosesini tənzimləyir. Örtük toxuması. Örtük toxuması cavan hissələrdə dəricikdə olan ağacıqlar hesabına, yaşlı hissələrdə isə deməli mərciməklər hesabına qazlar mübadiləsi gedir.
Orqanlar arası boşluğu doldurur. Bu parenximin, yəni əsas toxuma xüsusiyyətidir. Hüceyrələrində fotosintez gedə bilər hər ikisinin. Çünki örtük toxumasının yarpaqda bilirik ki, ağızcıqlar iki qapayıcı hüceyrələrdən ibarət idi və qapayıcı hüceyrələrin üzərində xlorofil pigmenti var idi. Xlorofil pigmenti varsa, bu o deməkdir ki, orada fotosintez gedir və əsas toxumanın isə sütunvari süngərvari hüceyrələrində fotosintez gedir. Ümumiyyətlə, yarpaqda üç cür hüceyrədə gedə bilər fotosintez. Ağızcığın qapayıcı hüceyrələri, sütunvari toxuma hüceyrələri və süngərvari toxuma hüceyrələri. Deməli, doğru variant D variantı olur. Su və mineral maddələrin torpaqdan sorulmasını təmin edən isə bunlar borulardır. Bunların heç birinə aidiyyatı yoxdur. Ortaq xüsusiyyət D variantı olmuş oldu. Növbəti sual 8. Bitkinin yarpaq toxumaları haqqındakı ifadələrdən hansı doğru deyil deyir? Baxaq. Yarpaq damarları ötürücü və mexaniki toxumalardan təşkil olunub, düzdür. Yarpaq damarlarında iki qrup, üç növ toxuma var. İki qrup ötürücü və mexaniki toxumalar var. Ötürücü toxumanın içərisinə iki növ ksilema və floema boruları aiddir. Mexaniki toxumaya isə yarpaq lifləri aiddir. Yəni A variantı doğrudur. B variantına baxsaq. Yarpaqda olan sütunvari toxumanın hüceyrələrində karbon qazının fiksə olunması süngərvari toxuma ilə müqayisədə daha sürətlə gedir. Bəli, ümumiyyətlə, bayaq adını qeyd etdiyimiz sütunvari, süngərvari bir də qapayıcı hüceyrələr ən çox fotosintez getdiyi sütunvaridir. Bu o deməkdir ki, karbon qazını özünə birləşdirmək, fiksə etmək xüsusiyyəti ən çox sütunvaridədir. Bu doğru fikirdir. Yarpaqların ifrazat toxuması tərəfindən ifraz olunan mum örtüyü suyun buxarlanmasının qarşısını alan bir uyğunlaşmadır. Bəli, bu da ideadaptasiyada uyğunlaşmalarda qeyd olunan bir nüansdır. Yarpaq damarlarında həm ölü, həm də canlı hüceyrələrə rast gəlinir. Yarpaq damarında, bəli, mexaniki toxumanın əksəriyyəti ölü hüceyrələrdir. Ksilema ölü hüceyrələrdir, floema canlı hüceyrələrdir. Deməli, hər ikisinə bəli rast gəlmək olur. Yarpaq lətində yalnız fotosintez edici əsas toxuma ola bilər. Yarpaq ləti arasında damarlar mövcuddur. Ona görə tam bunu doğru götürə bilmərik. Y variantı səhv fikir olur. Sonra bilavasitə mitoz bölünmə nəticəsində əmələ gəlir. Zigot yadda saxlayırıq ki, yalnız mayalanma nəticəsində yaranır. Bu, mitoz nəticəsində olmur. Milçəyin yumurta hüceyrəsi və yaxud da drozofilin spermatozoidi. Hər ikisi hansı prosesdir? Meyoz prosesidir. Deməli, birinci oldu mayalanma, B və Y meyoz. Spor. Qıjının sporu, mamırın sporu, bunlar hər ikisi meyoz nəticəsində yaranır. Bunu hardan müəyyən edə bilərik? Məsəl üçün, biz deyirik ki, mamırlarda ayaqlı qutucuq 2 N xromosom yığınına malikdir. Amma onun içərisində inkişaf edən spor isə N xromosomdur. 2 qat azalma varsa, deməli nədir? Meyoz prosesi getmiş olur. Günəbaxanın yumurta hüceyrəsi. Yadımızda saxlayaq ki, örtülü toxumlarda istər yumurta hüceyrə, istərsə də spermi mitoz nəticəsində yaranır. Ümumiyyətlə, yumurta hüceyrə hardan yaranırdı? Deməli, Rüşeymin nüvəsi, biz bilirik ki, makrospor ardıcıl 3 dəfə mitoz keçirdirdi. 8 nüvəli rüşeym kisəsi yaranırdı və o 8 nüvədən biri də yaxşı inkişaf edərək yumurta hüceyrəyə çevrilirdi. Bizdən mitozu soruşur. Deməli, doğru variant D variantı olmuş olur. 10-cu suala keçək. 10-cu sualda hansı populyasiya təbii seçmənin təsirinə daha tez məruz qalır? Baxaq. Bir çox əlamətlərə görə heterozigot olan xanı balığı populyasiyası. Heterozigota baxaq. Deməli, heterozigotda çox tez məruz qalmaz. Səbəb nədir? Çünki adətən zərərli ümumiyyətlə mutasiyalar resessiv olurlar. Və burada dominant resessivi üzə çıxmağa qoymadığı üçün o qədər də tez məruz qalmaz.
Haploid xromosom dəstində isə ya böyük A olar və yaxud da kiçik A ola bilər. Bu o deməkdir ki, əgər zərərli bir hal olsa, artıq sıradan çıxacaq və deməli daha tez məruz qalmış olacaq. Ümumiyyətlə yadda saxlayırıq ki, haploid dəstə digər geni zəiflədən gen olmadığı üçün, sadəcə bir qat xromosom yığımı olduğu üçün bu təbii seçmənin təsirinə daha tez məruz qalır. Genotipində resessiv mutasiya saxlayan, baxın, yalnız resessiv olan demir, saxlayan deyir. Yenə də heterozigotdan gedir. Saxlayır, amma yalnız resessiv deyil. Diploid xromosom dəsti tarakan populyasiyası. Burada da yenə dominant ona təsir göstərir. Ona görə də bu da məruz qalmağa qoymur. Çünki resessivin üzə çıxması üçün hər iki gende resessiv olmalıdır. Tetraploid bitki populyasiyası. Burada artıq məsəl üçün belə bir şey ola bilər. Burada artıq nə olur? Yenə də dominant genlər ola bilər və digərini baskılaya bilmiş olar. Zoopark şəraitində saxlanılan meymun ailəsi bizdən təbii seçmə deyilir. Təbii seçmə deyildiyi üçün zoopark necə bir yerdir? İnsan tərəfindən qulluğu olunan bir ərazidir. Ona görə bu təbii seçmə təsirinə daha az məruz qalmış olacaq. 11-ci sual. Günəbaxanın 1000 çiçəkdən ibarət səbət çiçək qrupunda iki qat mayalanmada iştirak edən hüceyrələrin xromosom dəstinin cəmi 3250 N olarsa, bu çiçək qrupunda iki qat mayalanmada iştirak etməyən çiçəklərdə nə qədər ləçək olar? Öncə qeyd edək ki, günəbaxanın səbətində iki tip çiçək ola bilər. Dilcik, yalançı dilcik şəkilli, hətta belə qeyd edək, daha doğru olsun, yalançı dilcik şəkilli və boru şəkilli çiçəklər. İki qat mayalanma harda gedər və meyvə harda əmələ gələr? Bunda, boru şəkillidə. Amma yalançı dilcik şəkillidə erkəkcik və dişicik olmadığı üçün onlarda iki qat mayalanma getməz və meyvə əmələ gəlməz. Yalançı dilcik şəklinin çiçək düsturu K0, L5, Y0, D0'dır. Boru şəkilli K0, L5, Y5, D1'dir. İndi baxaq. Sonraki nüans. İki qat mayalanmada iştirak edən hüceyrələr. İki qat mayalanmada nə iştirak edir? Yumurta hüceyrə mayalanır spermi ilə. Hər ikisi N xromosom yığımı və mərkəzi hüceyrə mayalanır spermi ilə. Mərkəzi hüceyrə 2N, spermi N. Ümumilikdə iştirak edənlərdə N, 2N, yəni 5N. Bir dəfə iki qat mayalanmada iştirak edən hüceyrələrdə 5N xromosom yığımı var. Əgər 3250N-dirsə və birində də 5N iştirak edirsə, deməli neçə dəfə gedib, neçə çiçəkdə iki qat mayalanma gedib? Baxırıq, böləndə alınır 650. 650 çiçəkdə iki qat mayalanma gedir. Onu da qeyd edim ki, burada nə nüans var? Günəbaxan bilirsiniz ki, bir toxumlu meyvəyə malik, toxumca meyvəyə malik çiçəkdir. Bu o deməkdir ki, rüşeym kisəsi hər çiçəkdə bir dənədir. Və 650 mayalanma gedibsə, 650 çiçək mövcuddur deməli. Boru şəkilli mayalanma gedən 650 çiçək mövcuddur. Və bizdən nə deyir? İki qat mayalanmada iştirak etməyən çiçəklər, yəni yalançı dilcik şəkilli çiçəklərdə ləçək sayı. 1000 dənədən 650-si boru şəkillidirsə, neçəsi dilcik şəkilli olacaq? 1000-dən çıxaram 650-ni, nə olar? 350-si. Və bunlar da ləçək sayı. Bir çiçəkdə ləçək sayı nə qədərdir? Bir çiçəkdə 5 dənədir. 650-də 650 vurulsun 5, yəni bir dəqiqə 650 niyə dedik? 350-ni hesablayacaqdıq. 350-ni 5-ə vururuq, 1750. Çünki bizdən hansı çiçəkləri istədi? Bizdən yalançı dilcik şəkillidə, yəni iki qat mayalanmada iştirak etməyən çiçəklərdə neçə ləçək olar deyir. 350-ni 5-ə vururuq, 1750. Doğru cavab
C variantı olmuş olur. Ümid edirəm ki, aydındır. Aydın olmayanda mütləq qeydlərdə qeyd edin ki, suallarınızı cavablayaq. 12. Xaçlı örümçəyə aid olan xüsusiyyətləri müəyyən edin. Qarıncağı boğumludur. Ümumiyyətlə, xaçlı örümçəyin qarıncağı boğumsuzdur. Yəni, bu aid deyil. Biri çıxdıq. Amma hörümçək-kimilər dəstəsinin içərisində qarıncağı boğumlu olan nümayəndə var. Hörümçək-kimlər daha doğrusu belədir. Aha. Hörümçəklərin içərisində, hörümçəklər sinifinin içərisində olan dəstələrdən birində, əqrəblər dəstəsində qarıncıq boğumludur. Amma bizdən sırf xaçlı örümçəyi soruşur. Ona görə də bunu götürmürəm. Ürəyi boru şəkillidir, bəli. Xaçlı örümçəyin ürəyi boru şəkillidir. Qarıncığın bel divarında yerləşib. İfrazatı yaşıl vəzilər olan, bu nədir? Bu xərçəngimlərin xüsusiyyətidir. Tənəffüs dəlikləri var, bəli. Bunlarda bilirik ki, tənəffüs traxeya və ağciyərlərlə gedir və hər bir traxeyada bir ayrı tənəffüs dəliyi ilə xaricə açılmış olur. Deməli, bu da xüsusiyyətidir. Mürəkkəb fasetli gözləri yoxdur. Əksinə, 8 dənə sadə gözü mövcuddur. Doğru olan nə oldu? 2 və 4, yəni Y variantı. Canlılar arasında biotik əlaqə formalarından hansına eyni populyasiya fərdləri arasında rast gəlinir? Baxaq. Komensalizm nədir? Komensalizm bir tərəfin neytral, bir tərəfin fayda verdiyidir. Məsələn, at pıtrağı kimi toxumların heyvanların yununa, qoyunların yununa ilişib yayılması. Fikir verdiksə, fərqli ümumiyyətlə növlər arasındadır. Qalsın ki, eyni populyasiya. Amensalizm nədir? Bir tərəfin neytral, digər tərəfə mənfi təsir edən. Məsəl üçün, işıq sevən bitki ola bilər. O ağacların kölgəsində ola bilər. Ağaca bunun heç bir təsiri yoxdur, neytraldır. Amma o işıq sevən bitki üçün mənfi təsirdir bu. Bu da eyni populyasiya içərisində olmur. Parazitizm. Məsələn, qurdların bizdə parazitik etməsi. Biz eyni populyasiya deyilik ki, fərqli populyasiyalarıq. Yəni, bu da aid deyil. Rəqabət amma ola bilər. Rəqabət ümumiyyətlə biz bilirik ki, növ daxili də ola bilir. Və populyasiyada nədir? Növün fərdlər qrupudur. Bəli, eyni populyasiya daxilində belə növlər qida uğrunda, yaşayış yeri uğrunda bir-biri ilə mübarizə aparır. Ona görə bu rəqabətdir. Yırtıcılıq, məsələn, dovşanın canavar tərəfindən hücuma məruz qalması, bu artıq yırtıcılıqdır. Bir tərəfə müsbət, bir tərəfə mənfi təsir edən nüansdır. Parazitizmdə bir tərəfə müsbət, bir tərəfə mənfidir. Rəqabət isə hər iki tərəfə mənfi təsir edən nüansdır. Bizdən eyni populyasiya fərqləri arasında deyir, ona görə rəqabəti götürürük. 14. Çiçəkli bitki toxumunun hansı hissələri yalnız ana bitkinin xüsusiyyətlərini daşıyır? Baxaq, ləpələr rüşeymin hissəsidir. Rüşeyim. Bunlar rüşeymin hissəsidir. Rüşeyim nədən başlanğıc alır? Ziqotdan. Ziqot nədən başlanğıc alır? Ziqot sperm ilə yumurta hüceyrədən başlanğıc alır. Bu deməkdir ki, rüşeymə aid olan hissələr həm atanın, həm ananın xüsusiyyətlərini daşıyır. Ona görə mən bunları götürə bilmərəm. Çünki məndən nə deyir? Yalnız ana bitkinin xüsusiyyətini daşısın deyir. A getdi, B getdi və Y getdi. Endospermi niyə götürmürəm? Endospermdə spermi və mərkəzi hüceyrənin birləşməsindən yaranıb. Mərkəzi hüceyrədə 2N anaya aiddir, sperm N ataya aiddir. Bu deməkdir ki, yenə hər ikisinin xüsusiyyətlərini daşıdığı üçün endosperm hər ikisinin xüsusiyyətlərini daşıyacaq və bir də burada biraz kənar bir nüansda olsa qeyd etmək istəyirəm ki, endosperm ən çox kimin xüsusiyyətlərini daşıyır desə, mən nə götürürəm? Ananın deyirəm. Çünki 3N'in 2N'i mərkəzi hüceyrəyə, ana bitkiyə aiddir. Ən azı isə spermi N-ə, yəni ataya aiddir. Amma qabıq iki qat mayalama nəticəsində yaranmır.
yumurtacığın divarından yaranır. Bu da sırf ana bitkinin xüsusiyyətlərini daşımış olur. Deməli, meyvə yanlığıdır, çəyirdəkdir, yumurtacığın divarıdır, yəni toxum qabığına başlanğıc verilsə, bunlar sırf ananın xüsusiyyətlərini daşımış olur. Doğru cavab D variantı. 15. Hansı ifadə doğru deyil? Bir cinsli çiçəkləri olan bitkilər hermafrodit ola bilər. Hermafrodit nüansına gəlin baxaq. Hermafrodit nə idi? Bir orqanizmdə həm erkək, həm dişi cinsiyyət hüceyrəsinin yaranmasıdır. Bir cinsli çiçəkləri olan bitkilər hermafrodit ola bilər? Bəli. Məsələn, tutaq ki, götürək xiyar və ya qarğıdalı. Bir evli bitkidir, bir cinsli çiçəklərə malikdir. Amma nəhayətində siz bir xiyarın üzərində həm erkək, həm dişi çiçək görürsüz. Bu o deməkdir ki, o hermafrodit ola bilər. Bir cinsli çiçəkləri, deməli bu nə vaxt olur? Bir evli olanda. Bir cinsli çiçəkləri olan bitkilər hermafrodit olmaya da bilər, bəli. İki evli bitkilər olan quzu qulağı, cilin bəzi növləri, gicitgan, söyüd, qovaq, bunların çiçəkləri bir cinsidir və siz bir söyüdün üzərinə baxıb yalnız erkək çiçək görürsüz. Başqa bir bitkiyə baxıb yalnız dişi görürsüz. İkisi eyni anda olmur. Deməli, hermafrodit olmaya da bilər. İki cinsli çiçəkləri olan bitkilər yalnız hermafroditdir, bəli. Əgər bir çiçəkdə hər iki cinsiyyətə rast gəlinirsə, deməli bir bitkinin üzərində də hər ikisi var. Deməli hermafroditdir yalnız. İki cinsli çiçəkləri olan bitkilər hermafrodit ola bilməz, absurddur. Niyə? Dedim ki, bir çiçək iki cinslidirsə, deməli bir bitkidə də o iki cinsiyyət orqanına rast gəlinir. Deməli mütləq hermafroditdir. Həm bir cinsli, həm də iki cinsli çiçəkləri olan bitkilər hermafrodit ola bilər. İki cinsli həmişə hermafroditdir. Bir cinsli isə bir evli olsa hermafrodit ola bilər. Deməli, Y-də doğrudur. 16-cıya baxaq. 16-da bizdə döş qəfəsi verilib. Döş qəfəsi ilə bağlı olan doğru ifadələri müəyyən edin. Baxaq. Təkamüldə ilk dəfə sudoqurda yaşayanlar sinfinin nümayəndələrində əmələ gəlib səhvdir. Sudoqurda yaşayanlarda qabırğalar yaxşı inkişaf etmədiyi üçün döş qəfəsi yox idi. Hətta bizim bu döş sümüyümüz belə ön ətraf qurşağına aid idi. Yəni bir səhvdir. 3 variant eləndi. Qaldı B və Y. 2-3 deməli doğrudur avtomatik, amma yenə baxırıq. Fəqərələr, baxın, fəqərə, qabırğa, və döş sümüyündən təşkil olunub, bəli, doğrudur. İnsanın ontogenezinin embrional dövründə, yəni bətndaxili dövrdə, bəli, ana bətnində olarkən artıq bizim döş qəfəsimiz yaranır. Bu düzdür. Təkamüldə ilk dəfə sürünənlər sinifinin nümayəndələrində əmələ gəlib, bəli, artıq sürünənlərdə yaxşı inkişaf etmiş qabırğalar olduğu üçün sürünənlərdə döş qəfəsi var idi. Yəni döş qəfəsi əmələ gəldi. Amma məsələn ilanlarda döş qəfəsi yox idi. Fəqərələrin lordozun əmələ gəlməsinə, lordoz önə doğru əyilməkdir onurğanın. Bu boyun və bel nahiyəsində idi. Bunun fəqərəsi nədir? Döş fəqərələri. Döş fəqərələri və oma fəqərələri kifozun arxaya əyriliyində yaranır. Deməli 5 də səhvdir. 2, 3, 4. Doğru cavab B variantı olmuş olur. 17. Mən çalışıram maksimum dərəcədə sizə detallı izah edeyim. Ümid edirəm ki, sizi yormuram. Amma yenə də hər hansı bir iradınız, təklifiniz olarsa, şərhlərdə qeyd edərsiniz. İnsanın həzm sistemində karbohidratların, zülalların və yağların həzmi normalda hansı vəzilərin ifraz etdiyi fermentlərin təsiri ilə baş verir? Fikir verirsinizsə, üçünü bir yerdə soruşur. Üçü bir yerdə soruşulursa, deməli, söhbət mədə-altı vəzinin təsir etdiyi fermentlərdən gedir. Çünki üçünə də eyni anda təsir edən mədə-altı vəzidir. Ağız suyu yalnız karbohidrata təsir edir. Mədə vəzisi zülallara və heyvani yağlar olan süd yağına təsir edir. Qaraciyər adətən yağların parçalanmasında iştirak edir, amma özü yox, sadəcə lipazanın fəallığını artırır. Bağırsaq vəzləri və qaraciyər, bu da yox, götürmürük. Mədə-altı vəzi isə
hər üçünü parçalayan fermentlər ifraz edir. 18. Deməli, quş və sürünənin ortaq cəhəti. Quşlar və zolaqlı kərtənkələnin ortaq cəhəti. Çənədə dişlər yoxdur. Uçmaqla əlaqədar quşlarda yüngülləşmə əlamətidir. Ziqotun bölünməsi qeyri-tamda ortaq xüsusiyyətdir. Çünki həm sürünənlərdə, həm də quşlarda yalnız rüşeym diski bölünməyə məruz qalır. İstiqanlılıq. İstiqanlılıq yalnız quşların xüsusiyyətidir. Kərtənkələ soyuqqanlıdır. Dişi fərdlərin heteroqametliyi, yəni XY olması, bu həm sürünən, həm quşun xüsusiyyətidir. Ağciyər tənəffüsü. Hər ikisinin ağciyəri mövcuddur. Sağ yumurtalığın reduksiya olması yenə quşlarda, deməli, 6 daha doğrusu quşlarda uçmaqla əlaqədar yüngülləşmə əlamətidir. Ortanı soruşur. 2, 4, 5. B variantı. 19. Mitoxondrilər hüceyrədə hansı funksiyanı yerinə yetirmir? Üzüm maddəni oksidləşdirir, bəli. Mitoxondri ümumiyyətlə hüceyrə tənəffüsünü həyata keçirir. Burada oksidləşmə aiddir. Hüceyrə tənəffüsü, bəli. ATF molekulunun sintezi, bəli. Oksigenli tənəffüsdə 36 mol ATF molekulu sintez olunur. Su molekulunun fotolizi bu fotosintezlə bağlı prosesdir. Mitoxondri fotosintezi yerinə yetirmir. Bu xloroplastın funksiyasıdır. İrsi məlumat saxlayır, bəli. Çünki mitoxondrinin özünün DNT-si mövcuddur. 20. Heterozis effektinin əhəmiyyəti ondadır ki, bu zaman heterozis effekti saf xəttlər arasında çarpazlaşma nəticəsində olur və bu məhsuldarlığı artıran bir xüsusiyyətdir. Yəni, doğru cavab C variantı olmuş olur. İnsana müalicə zərdabı vurduqda variantlara baxmamış, bilirik ki, müalicə zərdabı nədir? Məsələn, mən hər hansı bir xəstəliyi keçirmişəm və hal-hazırda tutaq ki, ailəmdən hər hansı bir şəxs həmin xəstəliyi keçirdir. Mən artıq o xəstəliyi keçirmişəm axı, mənim qanımda o xəstəliyə qarşı antitellər var. Mənim qanımdan götürülür və həmin o yeni xəstəlik keçirdən şəxsə vurulur. O antitellər artıq xəstəliklə necə mübarizə aparmalı olduğunu bilir və yeni xəstənin də qanına keçdikdə artıq həmin xəstəliklə artıq mübarizə aparır və həmin insanı sağaldır. Deməli, müalicə zərdabında nə olur? Hazır antitellər alınır və süni immunitet yaranır. Ümumiyyətlə, süni immunitet iki cür yaranırdı. Bir, müalicə zərdabı vasitəsilə və bir də peyvəndlər. Müalicə zərdabı dedik ki, xəstəliyi artıq keçirmiş şəxsin qanından antitel alınır. Yeni şəxsə, yeni yoluxan şəxsə vurulur. Peyvənd isə zəiflədilmiş və ya ölmüş mikroblar xəstəliyi olan insana vurulur. 22. Əgər normal aybaşı sikl şəraitində qadının yumurtalıqlarında əmələ gəlmiş yumurta hüceyrələrdə cəmi 572 autosom xromosomu varsa, bu prosesin neçə il müddətində getdiyini hesablayın. Hamiləlik baş verməyib. Gəlin baxaq. Yumurta hüceyrə haploid xromosom dəstidir və insanın yumurta hüceyrəsində 23 xromosom var. Və hər haploidə, hər N-ə görə də bunun biri cinsi xromosom olur. Bir dənə N olduğu üçün bir dənəsi cinsi xromosom olur. Deməli qalır nə? 22 autosom xromosom. Bu deməkdir ki, bizim bir yumurta hüceyrəmizdə və ya bir spermatozoidimizdə 22 autosom olur normal halda. İndi baxaq. Əgər 572 autosom varsa, söhbət neçə yumurta hüceyrədən gedir? Onu tapmalıyım. 572-ni bölərəm 22-yə. Aha. 572-ni 22-yə böldükdə 26 alınır. Və deməli burada 26 yumurta hüceyrə var. Yumurta hüceyrə əmələ gəlib. 26, mən də bilirəm ki, bir ildə bizdə 13 dəfə ovulyasiya, yumurta hüceyrənin əmələ gəlməsi prosesi baş verir. Bir ildə 13 dənə, 13 ədəd. 26-dırsa, söhbət neçə ildən gedir? 2 ildən getmiş olur. Deməli, doğru cavab B variantı olur. 23-də
Deməli, 23-də. Əlverişli şəraitdə bir bakteriya hüceyrəsində 6 nəsil əmələ gələn müddətdə 200 kvadrat metr yarpaq sahəsində neçə kiloqram üzüm maddə sintez olunar? Bakteriya hər 20 dəqiqədən bir bölünür. Nəsil sayını tapmaq üçün əgər 20 dəqiqədən bir bölünürsə, zamanı 20-yə bölürəm. T-ni 20-yə. Və nəsil sayını da verib 6. T nədir? 120 dəqiqə. Yəni 2 saat. Düsturumuz nə idi? Bu fotosintezin məhsuldarlığı ilə bağlı olan bir məsələdir. Bakteriya ilə qarşılıqlı bir, belə deyək, test hazırlanıb, tərtib olunub. 1 saat ərzində 1 kvadrat metr yarpaq sahəsində 1 qram üzüm maddə yaranır. Fotosintezin məhsuldarlıq tənliyinə əsasən saatımız nə qədərdir? 2 saat. Yarpaq sahəsi nə qədərdir? 200 kvadrat metr. Deməli, nə qədər üzüm maddə yaranar? 400 qram. Amma 400 yazsaz, itirdiniz. Niyə? Çünki kiloqram soruşur. 400 qramı kiloqrama çevirməlisiniz. 400 qram nə qədərdir? 0,4 kiloqram deməkdir. Deməli, cavab 0,4 olmuş olur. 24. Müxtəlif növlərə aid olan A və B bitkiləri çarpazlaşdırılıb. A növünə aid bitkinin tozcuğundakı spermilərdə xromosom sayı cəmi 22-dir. 2 dənə spermi olur. Cəmi 22-dirsə, 2 n-də 22-dirsə, hər spermi n-də axı haploiddir. Bir spermiyə nə qədər xromosom düşür? 11 dənə. Çarpazlaşdırma zamanı 2 qat mayalanmada iştirak edən hüceyrələrdə cəmi 94 xromosom varsa, bayaq nə qeyd etdik? Tutaq ki, belə deyək, spermi, 2 qat mayalanmada nə iştirak etdi? Spermi, yumurta, hüceyrə və bu tərəfdən də spermi və mərkəzi hüceyrə. Mərkəzi hüceyrə. Aha. İndi spermilərin hərəsində dedik 11 xromosom var və cəmi deyir iştirak edənlərdə 94 xromosom var. Yumurta hüceyrə N, mərkəzi hüceyrə 2N xromosom dəstidir. 94-ün 22-si nəyə aid oldu? Spermilərə aid oldu. Yerdə nə qədər qaldı? 72-si. 72-si qalıb və mənim dişi fərdimə, yəni B növünə aid olan bitki, yəni dişi fərdə aid olan xromosom yığımı nə qədərdir? N, 2N, 3N. 3N-i bərabər edirəm nəyə? 72-yə. N nə qədər olur? N 24 olur. Deməli, B növünün, yəni dişinin haploidi 24-dür. Məndən nə soruşur? B növünə aid bitkinin yarpaq hüceyrəsində anafazada xromosom yığımı. Yarpaq hüceyrəsi somatikdir, diploid olmalıdır. Haploid 24 olan bitkinin diploidi 48-dir. Bizdən anafazanı soruşur. Yarpaqdırsa mitoz gedir. Mitozda da anafazada xromosom yığımı 2 dəfə artır. Bu deməkdir ki, 48-dirsə, anafazada da 2 dəfə artıb 96 olmuş olacaq. Cavab 96. Bir daha qeyd edirəm. Bu çarpaz tozlanıb. Bu deməkdir ki, erkək və dişinin xromosom yığımlarında fərq var. Erkəyin xromosom yığımı haploidin dedik 11-dir. Yəni spermlərin hər biri 11 xromosom daşıyır. Biz burada dişinin xromosom dəstini qalan 94-dən 22-ni çıxıb ona bərabər etdik və buradan dişinin xromosom dəstini aldıq. Yarpaq hüceyrəsini 48 aldığımız üçün anafazada da 2 dəfə artırdıq. 96 cavabını almış olduq. 25. Hansı ifadələr doğrudur? Bu çox qəşəng bir şəkildir və bu şəkil üzərindən maraqlı da suallar tərtib olunur. Bu şəkildə diqqət olunmalı olan nüans nədir? Burada bizdə sümüklərə baxaq. D sümüyü nədir? D körpücüyün birləşib çəngəl əmələ gətirməsidir. Körpücük birləşib çəngəl əmələ gətirir. A sümüyü qarğa sümüyüdür. B sümüyü döş sümüyüdür. Döş tilini yaradıb. Döş sümüyü. C sümüyü pəncə lüləsidir. Burada diqqət etməli olduğunuz nüans nədir? Baxın, dərsliyin içərisində yazılı şəkildə qeyd olunmayıb.
Amma siz bilməlisiniz ki, döş sümüyünə nə birləşir? Qarğa sümüyü, yəni A sümükləri. Körpücük və burada olan kürək sümüyü döş sümüyünə birləşmir. Bunu qayda olaraq özünüzdə yazın. Körpücük kürək döş sümüyünə birləşmir. Quşlarda yalnız qarğa sümüyü, ön ətrafın qurşaq sümüklərindən yalnız qarğa gəlib döş sümüyünə birləşir. İndi baxaq. A sümüyü, yəni qarğa, döş sümüyünə birləşir. Biz dedik ki, bu doğru bir fikirdir. A sümüyü döş qəfəsi skeletinə aiddir. Xeyr, A sümüyü də, D sümüyü də, həmçinin kürək də ön ətraf qurşağına aiddir. Döş qəfəsinə aidiyyəti yoxdur. Quşlarda döş qəfəsinə nə aiddir? Döş sümüyü, qabırğalar, döş fəqərələri. B sümüyünə yalnız quşlar sinifinin nümayəndəsində rast gəlinir. B dedik döş sümüyüdür. Döş tilinə çevrilib, amma yəni nəhayətində döş sümüyüdür. Quşlar yalnız quşlarda deyil. Həmçinin əlavə olaraq da belə deyə bilərik ki, hətta döş tili olsa belə yarasalarda da mövcuddur. Yenə o cəhətdən də düzgün gəlmir. C pəncə sümüklərinin birləşməsindən yaranıb. Bəli, pəncə lüləsi sırf quşların xüsusiyyətidir və pəncə sümüklərinin birləşməsindən yaranıb. Sonra D sümükləri birləşərək çəngəl şəklini almışdır. Deməli, D sümükləri birləşərək çəngəli alıb, bəli, körpücük birləşdi, çəngəli yaratdı. Doğru. 1, 4, 5. Aha. Kələm bitkisinin çiçəkləri haqqında hansı ifadə doğrudur? İki qat çiçək yanlığına malikdir. Gəlin düsturunu yazaq. K4, L4, Y4 üstəgəl 2, erkəkciyin 4 uzun, ikisi qısa və D1. İki qat çiçək yanlığını nədən bilirəm? İki qat çiçək yanlığı o deməkdir ki, həm kəsə yarpağı, həm ləçəyi var. Bəli, mən də görürəm ki, düsturdan həm kəsə yarpağı var, həm ləçəyi var. Deməli, bu doğrudur. Hermafroditdir. Hermafrodit həm erkək, həm dişinin olmasıdır. Həm erkəkciyi var, həm dişiciyi. Bu da doğrudur. Qeyri-tam çiçək nədir? Qeyri-tam çiçək birləpəlilərdə, taxıllarda və zambaqlardadır. Eyni cür yarpaqcıqlardan üzürlü sayın, sadə çiçək yanlığını dedim mən. Qeyri-tam çiçəklər çiçək yanlığı olmayan çiçəklərdir. Məsələn, söyüddür, qovaqdır, fındıqdır, bu kimi bitkilərdədir. Yəni, burada qeyri-tam deyil, iki qat çiçək yanlığıdır. Erkəkcikləri saplaqları ilə birləşərək boru əmələ gətirib, bu paxlalların xüsusiyyətidir, kələm isə xat çiçəklərə aiddir. Bütün çiçəklərdə həm tozlanma, həm mayalanma gedər. Bəli, bütün çiçəklərdə həm erkəkçik, həm dişicik var və tozlanma və mayalanma gedir. 1, 2, 5 doğru fikirlərdir. Gəldik 27-yə. Uyğunluğu müəyyən edin. Deməli, gəlin ilk öncə vəzlərimizin adını yazaq. Birinci vəzi boğaz nahiyəsində qalxana bənzər vəzidir. Qalxana bənzər vəzi. İkinci, mədə-altı vəzidir, pankreas. Mədə-altı. Üçüncü, böyrək üstü vəzidir. Uyğunluğu müəyyən eləyək. Aha. Hazırladığı hormonlardan biri adrenalindir. Adrenalin nəyin hormonudur? Böyrək üstünün. Normal fəaliyyətini öyrənmək üçün şəkər yükü sınağı aparır. Şəkərin miqdarını tənzimləyən nədir? Mədə-altı vəzidir. İfraz etdiyi amilaza fermentinin miqdarının azalması pankreatit xəstəliyinə səbəb olur. Bu da nəyə aiddir? Bu zaman karbohidratın parçalanması, belə deyək, karbohidratın parçalanmasında problem yaranır və bu da mədə-altı vəzinin xüsusiyyətidir. Çünki amilaza mədə-altı vəzi tərəfindən olur. Həmçinin də zaten mədə-altı vəzini pankreas adlandırdıq, xəstəliyi də pankreatitdir. Hormonu insanda stresə qarşı müqaviməti artırmaqla yanaşı müxtəlif emosiyalar yaradır. Sevinç, kədər emosiyalarını yaradır. Nə? Böyrək üstü. İfraz etdiyi hormonun əsas komponentlərindən biri yoddur. Qalxana bənzər. Vəznin hormonları tiroksin və trionindir və onun komponentlərindən də yodu misal göstərmək olar. Gəldik bura. Heyvanlar hər gün müəyyən cığırlarla su içmək üçün çaya gedirlər. Onlar çaya gedərkən çayın görünüşü və səsi sanki onlara suyun olması haqqında siqnal verir.
Çay quruduqdan sonra da heyvanlar bir müddət həmin cığırlarla çaya gedirlər. Lakin müəyyən müddət keçəndən sonra heyvanlar, deməli, müəyyən keçəndən sonra heyvanlar bu çayın sahilinə gəlmək vərdişini tərk edərək yeni su mənbələri axtarırlar. Yadınızda saxlayırsınız. Vərdişdən söhbət gedirsə, şərt refleksdir. Gəlin baxaq. Situasiyanı oxuduq, suallarımıza baxaq. Birincidə deyir ki, suyun olmasını bildirən qıcıqlandırıcılar, yəni hansı qıcıqlandırıcı idi suyun olması? Çayın görünüşü və səsi. Qıcıqlandırıcılar hansı növ qıcıqlandırıcıya aiddir? Bu, deməli, hansı növ qıcıqlandırıcı oldu? Şərti qıcıqlandırıcı olmuş olur. Niyə? Çünki şərti qıcıqlandırıcıdan sonra özündən sonra heyvan bilir ki, oradan səs gəlirsə su var, gedir su içir və nəticədə şərti refleks yaranır. Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmlənir. Burada bu səs və ya görünüş şərti qıcıqlandırıcıdır. Refleks olaraq isə vərdiş söhbətindən də dedik ki, şərti refleks olmuş olur. Deməli, şərti qıcıqlandırıcı və şərti refleks. Çaya gəlmək refleksinin müəyyən müddətdən sonra tormozlanmasının səbəbi nədir? Müəyyən müddət sonra nə olur? Gəlir, amma şərtsiz qıcıqlandırıcı olan su olmur. Gəlib görür ki, quruyur. Su yoxdursa heyvan bir müddət sonra artıq da bura nəyə gəlsin? O nəyə görə gəlir? Səsi eşidir, çayı görür və gəlir ki, o şərtsiz olaraq qıcıqlandıran o su onu təmin etsin. Su yoxdursa, bir müddət sonra artıq şərti qıcıqlandırıcı, şərtsiz qıcıqlandırıcı ilə möhkəmlənmir. Bu zamanda daxili tormozlanma olan şərti tormozlanma yaranır. Deməli, nə olur? Deməli, şərti qıcıqlandırıcı şərtsizlə möhkəmlənmir. Yəni, su ilə təmin olunmur heyvan. Ona görə də daha gəlmir. Bu refleksin tormozlanmasının hansı növüdür? Dedik, daxili tormozlanma, yəni şərti tormozlanmadır və bu tormozlanmada baş beyin yarımkürələri qabığı iştirak edirmi? Bəli, şərti refleksin əsas mərkəzi beyin yarımkürələrinin qabığıdır, qismən də onurğa beynidir. Ümid edirəm ki, izah sizin üçün faydalı oldu. Hər hansı bir nüansda iradınız, təklifiniz olarsa, şərhlərdə qeyd edə bilərsiniz. Bir daha qeyd edim ki, abituriyent sertifikasiya və MİQ hazırlıqlarına qeydiyyatımız davam edir. Hazırlıqlar xüsusi hazırlanmış materiallar əsasında keçiriləcək. Hər ay mütəmadi sınaqlar olacaq. Abituriyent valideynlərinə mütəmadi olaraq irəliləyiş barədə məlumatlar veriləcək. Əyani olan hazırlıqlarımız Xırdalanda Heydər Parkın yaxınlığında keçiriləcək və həmçinin də hazırlığımız onlayn qaydada davam edəcək. Onu da qeyd edim ki, sertifikasiya nəticəm biologiya üzrə 50-də 50-dir, biologiya üzrə respublika birincisidir, amma ümumi balım isə 60-da 59-dur. Təəssüf ki, bir balımı kurikulumda yandırmışam. Qeydiyyat etmək istəsəniz, WhatsApp-da əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm.